Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu ala Rasulillah. Amma ba'd. Ən birinci, Allahın bütün neymətlərinə çoxlu şükürlər olsun. Allah Teala bizə böyük neymətlər verib. Və böyük neymətlərdən birisi İslamdır, doğru yolda olmaqdır. Və həmçinin əmin-aman bir diyar verib bizə. Və Ramazan ayı bitdi, elhamdülillah. Allahın rəhməti ilə, Allahın izni ilə və Allah Teala bizə yol axışı, rahatlıq verdi. Ramazan orucunu əda etdik. Elhamdülillah. Və sonra sevgili qardaşlar, dediyim kimi İslam dini sonuncu dindir, ən gözəl dindir. Və insanlar, görürsən, insanlar arasında şübhələr, çox şeylər yayırlar. İnsan hərdən bəzən öz-özünü alladır və yaxud da başqaları onu alladır. İnsan doğru düzgün əqidəsi olmayanda, onun yolu olmayanda, başqaları onu başqa yollara dəvət edir. O məsələlərdən birisi, görürsən ki, insanlar arasında deyir ki, hansı dinə mənsub olursansa ol, fərqi yoxdur, əsas odur ki, insan ol. Yəni ki, bu cür sözlərlə insanlar arasında şübhə yayırlar, fikir yayırlar. Məsələn, şatanizm var da, bilirsiniz. Onunla nə cür insanlarda insan ola bilər? Onlar insandan şeytana ibadətə çağırırlar. Şeytanı fikirlər, şeytanı xurafatlar və yaxud da başqa dinlər, biri məsələn, Allahdan qeyrisinə ibadətə çağırır, bütə ibadət edir, daşdan yonu düzəltdikləri, ağacdan, taxtadan, öz əlləri ilə və yaxud da biri inəyə sitayiş edir, biri sıçana sitayiş edir, ibadət edir daha doğrusu. Yəni, əgər o fikir düzdürsə, onda bəs nətər ola bilər ki, insanlar insan olsun. İnsanı insan eləyən, onu yaradan, əxlaqın qoyub və ona yol göstərib. İnsanı fikirlər, insanı düşüncələr, insanı həyat, insanlarla müamilə, bunlar hamısı Allah tərəfindən gəlir, əlbəttə. Və ona görə də bu baxımdan bu fikir səhv fikirdir. Amma ki, həmin adamlar da məsələ ondadır ki, güya deyirlər ki, heç kəsə, heç bir kəsə heç nə deməsin. Hər kəsin öz dini var da. Ehtiramla yanaşırıq, amma həmin adamlar hamısı görərsən ki, Allahın dininə, İslam dininə qarşı ən çox ədalət aparanlardır. Sadəcə onların dedikləri nədir? Dillərinin ucundadır. Əfsuslar olsun ki, bunu bizim evladlarımız, müsəlmanların evladları da bu cür fitnələrə, bu cür fikirlərə, bu cür xurafatlara düşür. Və öz gözəl dinimizi, öz gözəl ədəbi, əxlaqı olan dinimizi pis göstərirlər və ondan insanları tiksindirirlər, çirgəndirirlər. Yəni, bu düzgün deyil. Bizim dinimiz ən gözəl dindir. Və onlardan birisi, bayaq dedik ki, mübarək Ramazan ayı keçdi. Ramazan ayında insan oruç tutmalıdır, ibadətdir. Yəni, bəzən deyir ki, filan xəstəliklərə müalicəsi var, filan şeylər. Yəni, əgər onu Allah və Rəsulü buyurubsa, deməli, onda xeyr var. Necə ki, məsələn, qumar oynamağı haram buyurdu, onda xeyr yoxdur. Zərər var, onun heç bir şeyində xeyr ola bilməz. Saysa, hamısı zərərdir. Və yaxud da, məsələn, içki, uyuşturucu, insanı sərxoş edən, ağlın başına alan şeydir, heç vaxt xeyr yoxdur. Bəzən biri deyir ki, biri dərdindən içir. Bu insan dərdindən içirsə, bu içməklə hansı dərdini düzəldəcək ki bu? Kasıblıq dərdini düzəldəcək? Yox. Və yaxud da canına sağlamlıq gələcək? Yox, əksinə zərər vurur bunlar. Ailəsinə, özünə, fikirlərinə, əxlaqına. Bu hansı dərdi çəkir ki, düzəltmək istəyir ki, içkinə onu düzəltmək istəyir. Əksinə şeytanı fikirlərdir bunlar hamısı. Və gördüyünüz kimi, belə şeyləri insanlara açlayırlar. Və bu gözəl dinimizi mənirlər, gözdən salırlar və Ramazan ayı keçdi. Ramazan ayı oruç tutmaq sağlamlıq üçün deyil. Əlbəttə, onda sağlamlıq da var, dözüm də öyrədir. Əsas birinci odur ki, sən Allaha ibadət eləməksən, Allah sənin üçün unutma ki, səni ona görə yaradıb ki, ibadət eləyəsən ona. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam, deyir Allah Teala. Və sən də Allahın əmrini yerinə yetirirsən. Və ona görə də həmişə çalışmaq lazımdır ki, etdiyin hər bir ibadət, hər bir əməl Allah və Rəsulunun yoluna uyğun gəlsin, düz gəlsin. Yoxsa əks təqdirdə səndən o qəbul olmaz. Ona görə də biz həmişə çalışırıq, deyirik ki, hər kəsən öz fikrindən yürütməməlidir. Yəni, onda bax, müsəlmanların halı bugünkü vəziyyətdədir. Hərə bir xurafat,
hələ bir fikir, hələ bir fəlsəfə yeritəndə insanlar arasında heç vaxt, baxmayaraq ki, birlikdən danışırlar, qardaşlıqdan danışırlar, səmimi deyirlər və heç vaxt bunlar mümkün olan şey deyil. Və ona görə də, nətər ki, bayaq dedim, yəni gəlmiş ki, hansı dindən istəyirsən o, nə deyir, əsas odur ki, sən insan ol. Yəni, əsas ineğin dinində olan insan nətər insanlığı öyrənə bilər? Və yaxud da dilsiz, ağılsız, daşa ibadət edənlər nətər insaniyyətliyi düzgün öyrənə bilərlər? Nətər ola bilər? Onları insanlar özləri o fikirləri yeridirlər, yazırlar. İnsanın yazdığı fikirlər də, insanın dediyi fikirlər də həmişə şəhvətə, vara, dövlətə, dünyaya meyilli olur. Yəni, bu tərəfdən düzəldəndə o biri tərəfdən eğir, o biri tərəfdən düzəldəndə bu biri tərəfdən eğir. Yəni, mümkün deyil, çünki insan, yəni Allah heç bir şeyə möhtac deyil. Var, dövlət hamısı onundur. Mal, mülk hamısı onundur. Biz hamımız onun qullarıyıq. Və hamımızı idarə edən odur. Sahibi odur. Amma insan elə deyil. İnsanın ehtiyacı var, vara, dövlətə, meyillidir, şəhvətə. Allah s.ə.v. bu sifətlərdən uzaqdır. Və mübarək Ramazan ayı da gördüyünüz kimi bizi islah eləyir. Yəni, hər bir insanın nədir? Birinci nədir? Ac qalmağı öyrədir. Və Allah Teala da nə deyir? Allah mənim üçün tərk edib. Bu Adəm övladı. Yəni, orucu mənim üçün tutub. Yeməyin, içməyin, şəhvətin mənə görə tərk edib. Yəni, sən ondan ibadət edirsən və sən onu buyurduqlarını yerinə yetirirsən və ondan nədir? Bu dünya və axirət xeyrini istəyirsən. Və Allah Teala səni mükafatlandırır. Və yenə də sonra bir müddət imtahan üçün fikir verin. Ramazan ayında dan yeri söküləndən gün batana kimi yemək haramdır. Hansı kəslərə həddi buluğ yaşı çatan ağlı başı onda olan müsəlman. Ondan sonra əgərləri sağlamlıq varsa, xəstədirsə yox. Ona görə də bunlar nədir? Mütləqdir ki, bu kəslər oruç tutsun. Onlara haramdır yemək. Yoxsa mümkün deyil. Ona görə biz də çalışmalıyıq ki, dinimizin gözəlliklərini öyrənək. Və Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, kim orucu tutarsa, Ramazan orucunu və ardıca 6 gün Şəvval orucunu tutarsa, bir il ibadət eləmək kimidir. Və insanlar axirətdə heç nə aparmayacaq, nə maşın aparmayacaq, nə var dövlət aparmayacaq, nə yığdıqları, nə də apardığı əməllər olacaqdır. Ona görə də sən bu əməlləri aparmalısan. Əlbəttə, yəni bu dünyada da deyir Allah Teala buyurur ki, Quranda, bu dünyada da öz nəslibini götür. Məsələn, yeməlisən, yaşamalısan, işləməlisən, çalışmalısan. Amma elə eləməlisən ki, sən bu dünyada əbədi yaşayan kimi eləməməlisən onu. Və o dərəcəni keçəndə sən artıq həyata yaşamaq istəyəndə sən mecbursan, ibadətlərdən uzaqlaşasan, ən birinci. Mecbursan harama girəsən, mecbursan kimisə haqqıma girəsən, mecbursan. Çünki sən artıq elə bir dərəcəyə çatırsan ki, onları idarə etmək üçün, qazanmaq üçün əlavə pul lazımdır, əlavə güc lazımdır. Sən də nə edirsən? Baxdırsan haqqa girməyə, baxdırsan zülm eləməyə, baxdırsan haram işlərə girməyə. Və ona görə də yəni, bizim bu gözəl dinimiz insana əxlaqın, insanın nəfsin, yəni orucluq, onu yəni, islah edir. Allah Teala Quranda açıq-aşkar buyurur ki, birinci, yəni, insanı istədiyi, tələb etdiyi şey insana nədir? İstədiyi Allahdan qorxmaq. Kutibə aleykumus-siyam, kəmə kutibə aləl-ləzinə min qablikum ləalləkum təttəqun. Sizdən əvvəlkilərdə oruc vacib oldu, sizlər vacib oldu və sizdən öncəkilərə vacib olan kimi. Ki, Allahdan qorxasınız. Qorxu nədir? Allahdan əmirlərini yerinə yetirmək, Allahın nuru ilə, yəni Quran və sünnə işığında və nədir? Allahdan cənnəti istəyərək, ümidlə. Və Allahdan qadağan etdiklərindən çəkinirsən, Allahın nuru ilə, yəni qadağan etdikləri dəlil və sübutla və Allahdan qorxaraq, cəhənnəmdən qorxaraq. Təqva budur. Və sən onları yerinə yetirirsən və 6 gündə oruç tutmaq Şəvval ayında ardıcılıq daha yaxşıdır, fəzilətlidir ki, ardıcılıq tuta bilirsənsə, tutarsan. Olmaqsa Şəvval ayının 1-ci, 4-cü gün və yaxud da ayın 13, 14, 15 vəziyyətə baxır da, insan öz gücünə baxır. Şəvval ayında bu 6 gün orucu tutsan daha yaxşıdır, çünki Ramazan orucunda buraxdığın səhvləri, buraxdığın nöqsanları tamamlamaq üçündür. Necə ki, zəkat çıxardanda sənin malını təmizləyir, çirkinlikləri təmizləyir. O cürmü də nədir, Ramazanda tutduğun oruclar vaxtı buraxdığın nöqsanları təmizləyir. Ona görə də hətta bəziləri deyir ki, Şəvval orucları şərtdir Ramazandan tutarsan, təmizlənmək üçün. Yəni, orucun tam olması üçün, kamil olması üçün, təmiz olması üçün bəziləri belə görür. Amma yəni, sünnədir və bu sünnəyə nədir, əməl etmək daha yaxşıdır. Və gördüyümüz kimi insanları
əmin-amanlığa, rahatlığa, yəni təmizliyə, həm ruhən, həm daxilən. Ramazan ayında da gördük, məsələn, bir yerdə birləşmək, bir yerdə namaz qılmaq, çiyin-çiyinə, bir yerdə iftar süfrələri, bir yerdə bayram namazı, bir yerdə yardımlaşma, bir yerdə iftar süfrələri, bir yerdə məsələn fitrə zəkatı ehtiyacı olanlara və s. və s. hamısında xeyr var. Bu gözəl dinimizi biz gözəl şəkildə təbliğ etməliyik, gözəl şəkildə əməl etməliyik. Yoxsa hərə bir öz nəfsinə görə istifadə edir və bunu da din adlandırır. Allah bizi qorusun, özünüz görürsünüz. Və ona görə də onlar nə deyirlər? Deyirlər ki, yəni öz xurafatların, öz əqidələrin, öz yəni yolların, öz dinlərin yəni örtbasdır eləmək üçün onun üçün deyirlər ki, yəni hər hansı dində istəyirsən, o problem yoxdur. Əsas odur ki, adam ol. Adam eləyən dinə, yəni Allah təala dini nə göndərdi? Yəni bizi doğru yola yönəltmək üçün. Bu İslam dinini ona görə göndərdi ki, Allah təala nədir? Bizi doğru yola yönəltsin, başa salsın, ibrət almaq üçün Quran-ı Kərim nədir? İbrətlərlə doludur. Ki, sən bu dünyadan gedəndə heç nə aparmayacaqsan, əməllər aparmalısan, yaxşı, pis aparsan, pisdir, mükafatın, yaxşı aparsan, yaxşı. Allah təala bizi sabit eləsin, Allah bizi qorusun, Allah təala bizə güc qüvvət versin, Allah təala bizi neçə oruclara, Ramazan ayına çatdırsın, sağ-salamat. Allah ölkəmizə əmin-aman içərisində etsin, Allah ölkə başımızı qorusun, onun xeyr içərisində etsin. Allah xəstələrimizə şəfa versin, Allah əsgərlərimizi qorusun, hərbiçilərimizi qorusun. Allah ölkəmizə əmin-amanlığını qoruyanları qorusun, övladların qorusun, ailələrin qorusun, onların da. Allah Subhanahu taala bizə həmişə xeyir qapıları açsın. Allah bizə rəhm eləsin. Subhanakallahumma bihamdik, nəşhədu an la ilaha illa ente, nəstəğfiruke və nətubu ileyk. Allah razı olsun, barakallahu fikum.